çöldə qalan cinayətkarlar mənə müxtəlif mənbələrdən təkliflər göndərirlər ki, oğlunu bıçaqla öldürmüşük, özünü avtomatla tapanca öldürəcək. Yevlax rayonu Məkkşəm kənd sakini Orucov Mahir Kanal 21-ə müraciət edərək 2024-cü ildə baş verən oğlunun qətlinin istintaq materiallarında ciddi uyğunsuzluqlar olduğunu bildirib. Onun sözlərinə görə 8 nəfər 4 avtomobillə gəlib, oğlunu evinin qarşısında amansızlıqla qətl yetirib. Mahir Orucov iddia edir ki, hadisə zamanı 2 bıçaq istifadə edilsə də, istintaqda yalnız 1 bıçaq təqdim olunub. O, həmçinin oğlunun döyülərək öldürüldüyünü, lakin materiallarda bunun tam şəkildə əks etdirilmədiyini deyir. Ata bildirir ki, övladı 15 mm-lik bıçaqla öldürülsə də, məhkəmədə 44 mm-lik bıçaq təqdim olunub və həmin alətin qətl silahı kimi göstərilməsi ilə razılaşmır. Mahir Orucov əlavə olaraq bəzi şəxslərin cinayət məsuliyyətinə yayınması üçün pul verdiyini də iddia edir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Orucov Mahir Malihoğlu, Yevlax rayonu Məkkşəm kənd sakiniyəm. 2024-cü il aprel ayının 7-sində gecə 2:20-dəyə qalmış evimin qarşısında 8 nəfər 4 maşınla gələrək oğlumu qətlə yetirmişlər. Bunlardan 5 nəfəri birbaşa oğlumun ölümündə iştirakçıdır. Biri tutub, biri küsalətlə vurub, oğlumun çənə sümüyü qırılıb, dodağı partlayıb. Sol əlində arxadan bıçaq kəsiyi var, barmağının biri kəsilib. Burada 2 bıçaq olubdur. Bıçağın birinci istintaqda var. 19 ay mən prokurorluğa və məhkəmə orqanlarına həmin o soyuq silahı ortaya çıxarılmasını xahiş elədim, çıxartmadılar. 19 aydan sonra Şəki Azadlıq Məhkəməsində həmin bıçağı gətiriblər. Bıçağın ölçməyə hakim qoymurdu, Rafael Əliyev. Bıçağın eni 44 millidir, oğluma vurulan bıçağın eni 15 millidir. Orada hələ bir Rafael Əliyev deyir ki, onda məhkəmə tibbi ekspertizası səhv yazıb bunun ölçülərini. Nətər səhv yaza bilir? Haradasa bir insan nəşinə bulanda məhkəmə tibbi ekspertizası rəyi olmadan heç bir cinayət işi başlamır. İndi məhkəmə tibbi ekspertizası rəyi səhv oldu. Mən sübut edə bilmirəm ki, mənim oğlumu çağıran İlyasov Tahirdir. Dəstəyin başına gelib gətirən Tahirdir. Tibbi müayinədən keçəndə narkotik ekspertiz təsiri altında olubdur. İndi bunlardan 2 nəfər tutulubdur. Əvvəlcə bunların ikisi cinayət şərcəli olmuşdur 120.1 ilə. Sonradan Tahiri xuliqanlıq maddəsinə, Yevlax məhkəməsinə göndəriblər. Bayramlı şəhərləri Şəki məhkəməsinə. 3 nəfər cinayətdən tam kənarda qalıb, biz onlarla çəkən yoxdur və mən də həmin kənddə yaşayıram və eşidirəm. Müxtəlif mənbələrdən gəlib, bunlar küllü miqdarda pul verdikləri üçün, pullar olduqları üçün cinayətdən kənarda qalmalıdır. Cənab hörmətli möhtərəm prezidentimiz, mən sizdən xahiş edirəm. Xahiş edirəm ki, bu cinayətçilər qoy öz cəzasını alsınlar. Niyə mənim oğlumu öldürənlər kənarda qalmalıdır? Bugünkü gün mən hələ bilmirəm ki, mənim oğlumu bıçaqla bunların hansı qrupdur? Bayramlı şəhərlərə hökm oxundu. Mən məhkəməyə gedə bilmədim. Dedim, imkanım yoxdur, pulum yoxdur, gələ bilmirəm. Hakim də Rafael Əliyev həmin günü mənim olmamalı istifadə edərək hökm oxuyubdur. Lakin mən bir sözüm var idi. Oradakı deyim, bunun cəzasını ya ağırlaşdırın, ya yüngülləşdirin. Niyə istifadə edirlər? Bütün şahid ifadələrində də, məhkəmə görüntülərində var. Şahidlər dindirilən zaman Rafael Əliyev işi qərəzlə apardı. Sual verməyə qoymur. Çünki cinayətkar buna şahid qismində dəvət olunubdur. Cinayətkar şahid qismində dəvət olunursa, deməli bu istədiyi sözü deməlidir. Yevlax məhkəməsində verdikləri ifadə, Şəki məhkəməsində verdikləri ifadələr üstə gəlmir. Mənim oğlumu ölməmişdən qabaq İlyasov Tahir Rəşadoğlu mənə zəng eləyib, deyib uşaqları çağırmışam, Orxan da gəlir, Kamil də gəlir, Qəbsanlıqa Razborkaya gedəcəyik. Qəbsanlıqa Razborkaya da ancaq adam öldürməyə apardılar. Mən gecikdim 3 dəqiqə, çatdıra bilmədim oğluma kömək eləyəm. Oğlum həmin vaxtı evə gələn qonağı pənaha ötürməyə çıxmışdı. Elə orada da bunlar gəlib, 4 maşınla, maşın yüksək sürətdə işıqları çox güclü oğlum qarşıdan gələni görməyib. Oğlum burada vurulur, oğlumun çənə sümüyü qırılır, üst dodağı partlayıb. Sol əlinin həm məhkəmə tibbi ekspertizasına verdiklərinə görə arxa hissəsi kəsilib, barmağı kəsilib. Oğlum bıçağın birini tutubdu, ikinci bıçaqla vurulubdu. Mən oğlumun yarasını görmüşəm. Oğlumda 44 millilik yara yox idi. Bir 10 milli, 15 milli olar. Məhkəmə tibbi ekspertizasına rəydə düzgündür. Orada bıçağı göstərib 15 milli elindədir. Uzunluğu bilmirəm mən. 3.3 yazdı burada. Bəlkə də 3.5-dən yüksəkdir. Aşağıda onu deyə bilmərəm. Amma çöldən mən yaranın səthini özüm görmüşəm. Oğlumun da bədənində heç bir xəsarət olmuşdur. Məhkəmə tibbi ekspertizasları var. Ölümdən bu alim moment az əvvəl kəsici alətlərlə kəsilib və yaralanıbdır. İndi oğlumu öldürənlər qalıb kənarda və o cümlədən çöldə qalan cinayətkarlar mənə müxtəlif mənbələrdən təkliflər göndərirlər ki, oğlumu bıçaqla öldürmüşük, özünü avtomatla tapanca öldürəcək. Yevlax prokurorluğu bu işə biganə yanaşdı və o cümlədən
Yevlax hakimi Qalib Paşayevə dəfələrlə vəsatət vermişəm, etiraz vermişəm ki, baxmasın, Şəki Ağır Cəzə Məhkəməsində vəsatət vermişəm, etiraz bildirmişəm ki, başqa rayona versinlər, Respublika Prokurorluğu istintaq təzdən aparılsın və heç nədən nail ola bilmirəm. Ancaq mən məktub yığınla məşğulam. Baş prokurorda məktub ünvanlayıram, cənab baş prokurora çatmır. Cənab İlham Kərimova Ali Məhkəməsində məktub ünvanlayıram. Elə deyirlər ki, nəzarətimizdədir. Ancaq 19-cu günü mən olmadan Rafael Əliyev hökm oxuyub, heç bilmirəm orada nə danışılmışdır. Cənab Prezident, yenə sizdən xahiş edirəm. 19 ay müddətində mən nələr çəkmişəm bir Allah bilir. Xahiş edirəm, bu iş yenidən iqtisadi qaytarılsın və araşdırılsın. 19 ay müddətində mən bıçağı gətirdə bilməmişəm bunları, oğlunu öldürülən bıçağı. Prokurorluq bıçağı mənə göstərməyib. Ondan sonra dedilər Şəki Ağır Cəza Məhkəməsindədir. Bir dəfə də məhkəmədən acıq elədim, çıxdım, bıçaq gəlmədiyi üçün. Və orada belə bir cümlə də işlətdim. Dedim, Azərbaycanın məşhur filmləri var. Bəxtiyar Kilosunda Ağabalan Erməni oxuyacağım. Bıçağı da gətiriblər, bıçaqda əlində olan. Kamil etirəmir ki, bıçaqda mənim əlimdə var. Amma hansı bıçaqda mən bilmirəm. Əvvəl gündən də bunların arasına çıxmış ki, orada hamının üstündə bıçaq olub, ortada 2 bıçaq var. O bir bıçaq ortaya çıxmır. Mənim oğlumu bıçağa gətirən kimdir və təhrik edən kimdir ki, bunu vurmalısan. Oğlum bir bıçağı tutubdur, bir əlində tutublar, o bir bıçaqla da oğlum vurulubdur. Xahiş edirəm cənab prezident, Şəki məhkəməsinin qərarlarını olsun, iş idarədən qaytarılsın. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.